yaxın adamlarımızdan zərbə alırıq. Dostlarımızdan zərbə alırıq, yaxınlarımızdan zərbə alırıq. Bu nə üçündür? Bu onun üçündür ki, insan başa düşsün ki, doğrudan da bu dünya üçün deyiləm mən. Bu dünya vəfasız aləmdir. Doğrudan da mənim əsas yerim bura deyil. Allah ümidləri başqalarından qırır, ona görə yox ki, sən bədbinliyə düşəsən, deyəsən ki, heç əlimin duzu yoxdur, filan oldu, başlayasan, çatana şikayətlənəsən, bunun üçün eləmir. Allah sən ümidləndiyin adamlardan vəfasızlıq, belə bir tənzimliyib ki, vəfasızlıq görürsən, nankorluq görürsən, bunu görəcək, hamı görəcək, az ya çox. Ondan sonra deyirsən, hə, elə bundan məlumdur ki, bu dünya qalmalı yer deyil. Səni bu dünyadan qopartmaq üçün sənə vəfasızlıqlar yaşadır. Bivəfadır, çün bu aləm kimdən istərsən vəfa. Bivəfa aləmdəsən, yar ol vəfadar istəmə. İki şair yazıb, biri Nəsimidir, biri Füzulidir, səhv eləməmsin. İkisi də eyni məzmunda yazır. Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm. Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm.